Yapın. Misir gəl bir kişəlmə demək lazımdır, gəl. Qal burada. Salam aleyküm. Salam olsun Azərbaycan xalqına. İnşallah səfər bizdən, zəfər Allahdan, Allahımıza sığınırıq. İnşallah həmçəməli ilə haqq ədalət üzrə tapacaq. Çox sağ olun ki, gəlibsiniz. Var olun. Hər bir dəstəyəcəyəm. Allah Azərbaycanı və Türkü qorusun. Amin. Proses necədir? Proses yaxşı gedir məncə. Razısan gedişatdan. Qanunların hamısını pozdular. Özünüz də gördünüz ki, mənim dediyim əplikasyon faktlar ki, bunlar heç bir gözün qabağına qoyamır və bunların dediyi heç bir sübut yoxdur. Və 18 mayın qərarına olaraq ki, biz qanunsuz burada saxlayırıq. Bunlar buna göz bağlayır və решение vermək istəmir, bizi buraxmaq istəmirlər. Ayın 3-ünü yenə taxirə saldılar. Göyə maşın sınıb, apellyasiyada göyə maşın sınıb. Amma ki, bu hamısı elə belə boş şeylərdir ki, vaxtı uzatsınlar. Və mən yenə də deyirəm, mənim qanımda bizim qanımızda türk qanı varsa, biz bu mübarizəni aparacaq. Deyirlər ki, türk olmaq çətindir. Həqiqətən də çətindir, çünki bütün dünyanla mübarizəni aparırsan. Biz də apararıq, biz Allahımıza sığınırıq və əlimizi aşağı salmırıq. Axırıncı nəfəsimizə kimi sözümüz deyəcək və bunlara məcbur eləyəcək ki, Azərbaycan xalqına və Azərbaycan dövlətinə hörmət qoysun və heç bir qanunlarını pozmasınlar. Acılıqdan sonra səhhətlə bağlı problemlər və yaxud Aramızda amma ki, biz kişiyi, bizə yaraşmaz, biz şikayətlənək. İnşallah, əlhamdülillah, Allahın köməyi hər şey yaxşı olur. Bu, bizim canımıza nəsə ola bilər, amma inşallah ürəyimizdəki olan sevgiyə heç olmasın. İnşallah. İmanımıza heç olmasın. Allah da hər birimizdə elə bir güclü iman versin ki, biz ona sığına bilək və bu sınaqdan keçək. Çünki Allah Taala öz sevdiyi bəndəsinə sınağı verir və onun səsini eşitməsin və biz o Allah'tanımıza sığınırıq və bizim bu təşliyimiz Allah Taala'nın yanında olmağımızdır və ona dua etdiyimizdir. Bizə o bəsdir. İnşallah haqq ədalət özünün yerini tapacaq. Mən əsas sevinirəm ki, bütün Azərbaycan dövləti və Azərbaycan xalqını bilir ki, bizi şərif və bilirlər ki, biz düzük. Mənə də vacib olan o idi ki, hamı bilsin ki, bizim adımıza ləkə gəlməsin. Mənim adım mənim üçün hər şeyində də önəmlidir. Təşəkkür ederim. Sübhan, gəl sən də bir iki kəlmə de. Gəl bir. Əleyb yoxdur. İnşallah yaxşı olur.